Şəmkirdən Gəncəyə büyüm qızı ilə qonaq gedirik. Yadınızdadırsa, may ayında büyüm qızının toylarından vloqlar paylaşmışdım və bu gün ilk dəfə təzə evinə qonaq gedirəm. Burada gördüyünüz kimi görüşürük və otağa daxil olanda bizim üçün açdığı süfrəni gördüm, heyran oldum. Həqiqətən də çox zövqlə hazırlanmışdı və gözəl bir şəkildə bəzənmişdi. Əli boş gəlmək istəmədim. Ona görə də Dekolivdən belə bir qab aldım. Bunu müxtəlif növ sunumlarda istifadə edə bilər deyə düşünürəm. Gözəl sunumlar gözləyirəm. Burada gördüyünüz kimi qızlarla söhbət eləyirik. Çoxdan da bir araya gəlmirdik. Bizim üçün yaxşı oldu həqiqətən də bu. Leyla da sağ olsun bizə qulluq eləyir təzə gəlin olaraq. Çox ağır yeməklər hazırlanmamışdı. Tam yaya uyğun, yüngül yeməklər. Burada isə biraz evini göstərirəm sizə. Təbii ki, özümüzü qonaq kimi aparmırıq. Leyla xanıma kömək eləyirik. Həm stolu yığışdırmaqda, həm də çay süfrəsini hazırlamaqda. Arada reklamlarda göstərmək istəyirəm. Dırnaqlarımı təzələmişəm. Bilirsiniz ki, dırnaq ustam Saadət xanımdır. Artıq bu illərdir belədir. Əl işinin səliqəsini bəyənirəm. Ona görə də hər dəfə sizə tövsiyə edirəm. Leyla xanım bizlər üçün qəşəng limoni deserti hazırlamışdı. Fərqli bir desert idi. Dadını çox bəyəndim. Çay süfrəsindən sonra da maraqlı bir kart oyunu oynadıq. Burada həm köhnə günlərimizi hatırladıq, həm də ki deyib güldük, əyləndik. Sonra istədik ki Netflixdə film açaq və filmə baxaq. Amma gördüm ki hər kəs əlində telefon, öz işi ilə məşğuldur. Ona görə də filmə baxmadıq. Ən sonda isə Leyla bizim üçün ice coffee hazırladı. Kofilərimizi də içdik. Günün qalan hissəsini çəkmədim. Gecə qayıtdıq Şəmkirə. Çünki bol-bol söhbət elədik. Ona görə də vloqu burada bitirdim.